Salam, hər vaxtınız xeyir olsun, dəyərli YouTube izləyicilərimiz. Bugün sizi yenə də belə bir gözəl, şəxsi tikili, bağlı, bağçalı, yaşayışlı həyət evimizdən təqdim edəcəm. Zəhmət olmasa videomuzu sona qədər izləyin. Bütün məlumatlar videomuzun daxilində qeyd olunur. Evin yerləşmə yeri Kürdəxanı qəsəbəsidir. İrmaşetin yaxınlığında yerləşir. Magistral yola da yaxın məsafədədir və düz darvazasına qədər birbaşa asfalt yoldur. Həyətində bir neçə çeşiddə meyvə ağacları var. Evin padvalına girişi var. Padvalı çox hündürdür. Padvaldan keçirdib alt hissəsini rahat şəkildə gəzə bilirsiniz və evin 2 dənə giriş qapısı var. Biri arxa tərəfdə kiçik qapı yerləşir. Biri də evin ön hissəsində böyük darvazadır. Həyətinə maşın rahatlıqla daxil ola bilər. Hər bir tərəfi yaşayış olan yer Kürdəxanın çox gözəl mərkəzi yerində yerləşir. Ümumilikdə 3 sot torpaq sahəsindədir. Yerdən 5-6 daş kürsüsü var. Şəxsi tikili, yaşayışlı, bağlı, bağçalı ev axtaran müştərilərimiz, buyurun, sizin üçün çox gözəl bir variant tapmışam. Evin fasadını görürsünüz, həyətdir, evdir, çöl tərəfdən də belədir. Çox gözəl naxışlarla işlənilib evin üzəri. Evimiz 4 otaqdan ibarətdir. Ümumi sahəsi 110 kvadrat metrdir. Bura girəcək hissəsidir. Dəhliz hissədən birbaşa evin qonaq otağına keçid var. Betonlu, kəmərli, dörd bir tərəfdən də qoşadaşla tikilmiş evdir. Bura mətbəxi. Evdə istilik sistemi kombidir. Tam hazır girib yaşaya biləcəyiniz evdir. Qiyməti 70 min manatla satışa çıxıb. Real alıcılarımız olarsa qiymətində indirim evin sahibi tərəfindən olunacaq inşallah. Buradan da yerdən olan şəbəkə pəncərə qoyulub. Məlumatları bir daha təkrar edirəm. Kürdəxanı, İlmarşetin yaxınlığı, məhəlləyə qədər asfalt. 3 sotun içində 4 otaq, 110 kvadrat kommunallar var. Daimi fasiləsizdir. Evimizin qiyməti 70 min manat, sənəd də bələdiyyə sənədidir. Real alıcılara qiymətli indirim evin sahibi tərəfindən olunur. Bu da ən sonuncu yataq otağı. Evlə bağlı əlavə nə suallarınız olarsa, buyurun zəng edin, məlumat alın. İzlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin.